Saat 2 idi, mən Rüfətə səs atdım, hələ zəng eləmədim ki, bir dənə yatar idi. Dedim Rüfət, sabah açılışımızdır, mənim vaxt oldu. Sərgi falan var, mən çatdıramamışam. Sabah açılışımızdır, dost tanışadına gəlsin. Yəni səsini mən təzə satmışdı, abratını zəng elədi ki, necə eləyək, nə eləyək, nə lazımdır, nə dəstək olaq. Top ona, buna falan, kimlərə lazımdırsa adlarını yazdıq falan, kimə demək lazımdır, nə dəstək lazımdır, gətirmək, aparmaq. Gələnlər gəldi, gəlməyənlər də yığdı da. Sağ olsun. Allah hamının necədirlər, gələnlərə çox sağ ol bildirirəm. Gəlməyənlərə də. Operativlik. Biz birlikdə güclüyük. 5-ci dəfə görüşürük. Bugün biz dostlarımızın iştirakı ilə birlikdə Təbii Market mağazamızın açılışını həyata keçirdik. Biz Təbii Market mağazamızda müxtəlif növ təbii turşular, təbii mürəbbələr, çərəzlər, ədviyyatlar, balın müxtəlif növ çeşidləri, hər növ çay çeşidləri və sair satışını həyata keçirdirik. Bugün bizim yanımızda olan Motivator ailəsi, Rüfət müəllimə və ümumiyyətlə Motivator kollektivinə, həmçinin Birol klubunun üzvlərinə dərin təşəkkürümü bildirirəm. Yəni az vaxtda mən dəvətnamə göndərmiş olsam da gəldilər, iştirak elədilər, vaxtlarını sərf elədilər. Çox təşəkkür edirəm, minnətdaram, var olasınız. Qardaşımızı təbrik edirik inşallah. Təbii Market. Yəni xeyirli olsun mənim qardaşım. Gəlin, bunun bir dənə də olsun, baxın Rəşqin mənim. Təbii Market 100 yaşa. 100 yaşamağı sevir. Allah xeyir eləsin. Həqiqətən dostlar, Keyfiyyətli mallar. həm də idmançılar ehtiyac var, idmançılara, biznesmenlərə. Gəlin, xeyirli olsun, təbrik edirik. Rüfətə gecə saat 2 idi mən deyəndə ki, Rüfət sabah açılış eləyəcək. Gecə saat 2-də gəlin. Gecə saat 2 idi. Səs atdım, ya bırakın zəng eləyəcək. Nağaraq, neyniyək? Gəlmişəm bu da. Allah razı olsun. Xeyirli olsun. Təşəkkür ederim.